Herkese salamdasa kanalıma videoma hoş geldiniz. Ben yeni bir videola karşınızdayım. Videoyu keçməmişdən və kanala destek olmaq üçün abunə ola bilərsiniz. Videoyu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Burada səhmlər o kriptovalyutalar haqqında məlumatlar paylaşır, alır, satır, siqnalları paylaşıram, həmçinin xəbərlər və s. də paylaşıram. Linki şərhlərdə olacaq, hər birinizi gözləyirəm. Gəlin videoya keçək dostlar. Bugünkü videoda kriptovalyuta bazarı haqqında danışacağam və dostlar sizlərə kriptovalyuta bazarında ümumi olaraq hal-hazırdakı vəziyyətdə necə pul qazana bilərik? Məsəl üçün bu videonu çəkməkdə məqsədim nədir dostlar? Bir çox kriptovalyuta yatırımcısı deyir ki, bu kriptovalyutaların sonu hara gedir, düşür, bir-birinin ardınca qiymət itirir, dəyər itirir. Bir çox kriptovalyutadan söhbət gedir. Ancaq Bitcoin qalxır, Bitcoin də son vaxtlar düşdü 70 neçə minə və s. Gəlin burada həmçinin kriptovalyuta birjasının bölümünü açaq. Yəni belə bir baxış var, belə bir deməli ümumi olaraq fikir var kriptovalyutalar haqqında. Lakin mən sizlərə bu gün niyə belədir vəziyyət və nə zaman düzələcək və biz necə yatırım eləyək ki, zərərdə olmayaq. Bu gün bundan danışacağam dostlar. İlk olaraq dostlar, siz Bitcoin yatırımcısı deyilsinizsə bu videonu əsasında izləməyiniz tövsiyə olunur. Çünki Bitcoin uzun müddətli olaraq zaten artış edəcək. Hal-hazırdakı qiymətlərdən də böyük ehtimal alışlar gəlib 80 minin, 90 minin, 100 minin üstünə çıxacaq Bitcoin. Bitcoinlə problemimiz yoxdur. Bizim əsasən digər kriptovalyutalarla, məsəl üçün Solana ilə, Tronla, BNB məsəl üçün BNB daha böyük əslində kriptovalyutadır. Yəni onunla da elə bir problemimiz yoxdur. Və digər kriptovalyutalar VLF, ilə məsəl üçün World Liberty Finance, Toncoin olsun və digər meme coinlər və yaxud DeFi proyektlər və s. Yəni bunlarla. Məsələn VIF-i götürək, DogVifat kriptovalyutasının meme coindir, məşhur coindir. Ona görə də hələ də alış var və s. Məsələn dostlar, altcoinlərlə deyişimiz, ona görə də burada Trading with Others Dominance yazmışıq. Others Dominance demək. Yəni burada nə deyir? Burada deyir top 10 kriptovalyutanı çıxmaq şərti ilə bütün altcoinlərin dominansıdır bu. Yəni bu nə qədər yüksək olsa, deməli altcoinlər o qədər yüksəkdir. Məsələn, 2021-22 illərindəki buğa mövsümü görürük ki, altcoin dominans 19%-ə çatdı. İndi nə görürük? İndi görürük ki, altcoin dominans demək olar 9 deməli ayından, iyul ayından demək olar yatay şəkildə hərəkət edir. Yəni çox qalxmır, çox düşmür, belə normal yatay şəkildə hərəkət edir. Lakin demək olar 2024-cü ilin 30 dekabr ayından davamlı olaraq düşüşdədir dostlar. İlk olaraq dostlar, altcoinlərin alış dərəcəsi haradır? Bunu göstərmişsə, altcoin dominansa görə bizim alış dərəcəmiz budur. Yəni bu həddir, 6.45 həddir, 6.26 həddir. Yəni bu hədd bizim alış dərəcəmizdir. 5.61 ilə 6.21. Demirəm bu həddən almaq lazım. Bu altcoin dominansın reaksiya aldığı bölgədir, alış aldığı bölgədir. Lakin indi vəziyyət necədir? İndi də təbii olaraq altcoin dominans çox aşağı həddlərdədir. Və buna görə də bir çox kriptovalyuta da yerin dibindədir. Yəni əgər buna başa salmalı olsa, məsəl üçün gördüyünüz kimi DogVifat yerin dibindədir və başqa kriptovalyutalar da var. Məsələn, bir uzun müddətli kriptovalyutalar götürürəm ki, yeni çıxanlar əsasən deməli bazara o qədər də tam öyrəşə bilməyiblər deyə tam bazarın qiymətini yansıtmırlar. Maraq çox olur və başqa problemlər. Gördüyünüz kimi məsələn Chill var burada. Hal-hazırda 4 sentdədir və gördüyünüz kimi düşə-düşə gedib. Yəni bir çox altcoin-də vəziyyət eynidir dostlar. Az-çox eynidir, dəyişən bir şey yoxdur elədir. Deyirsiniz, müəyyən kriptovalyutalar var ki, məsələn onların yaradıcılarının haqqında söz-söhbət olub və yaxud miqdarlarını artırıblar və s. Yəni problemləri çıxırıq. Biz normallarına baxırıq. DogVifat kimlər, Chill kimlər, məsələn Toncoin ola bilər, məsəl üçün Dashcoin ola bilər. Yəni bunlara baxırıq dostlar. Bunların qiyməti hal-hazırda Others dominansın aşağı dərəcəsinə uyğun olaraqdır. Bizim əsas yatırımlarımız gördüyünüz kimi bu nöqtələr olmalıdır. 6.80 və yaxud 7.11. Yəni bu nöqtələr dostlar hal-hazırda sizlərə bu bazarda böyük itkilərə səbəb olmazsınız. Demirəm, yatırım edəsiniz və s. Yatırım etmək və yaxud etmək sizin aranızda. Lakin bu nöqtələr demək olar altcoin dominansın son nöqtələridir dostlar. Deyə bilmərəm gələn ay buğa başlayacaq. Bu da səhvdir. Əsasən kriptovalyuta bazarında qısa müddətli alış-satış daha çox qazandırır son illərdə. Nəinki uzun müddətli saxlama. Amma burada məsələn nə görürük? 14 aprel tarixinin 2025 tarixində yüksəliş başladı VIF-coin-də və 2 qat, hətta 3 qat dəyər qazandı. Deməli hansı tarix? 2 iyun tarixinə qədər. Others-da nə görürük dostlar? Others-da da görürük ki, deməli aprel tarixində bir düşüş, amma qısa müddətdə özünü toparlayıb və gördüyünüz kimi 11 səviyyələrinə doğru qalxıb. Yəni DogVifatın burada dəyər qazanmasının səbəbi Others-dadır, Others dominansıdır. Yəni ümumi olaraq altcoinlərdə olan bu yüksəlişdir. Altcoinlərə pul girişidir. Yəni dostlar, altcoinlərə ümumi olaraq pul girişi olmazsa, DogVifat, Chill və s. Dashcoin, PancakeSwap
heç bir altcoin əhəmiyyətli uçuş edə bilməz əgər şəxsi səbəblər yoxdursa, şəxsi məlumatları, xəbərləri yoxdursa. Ona görə də dostlar, Adders dominansa diqqət etmək lazımdır. Adders dominansdakı alış nöqtələrindən diqqət etmək lazım. Gördüyünüz kimi 3 dəfə minimuma çatıb eyni nöqtələrdə dayanıb və yenidən alış edib. Ona görə də məsələn burada da tutaq ki, məsələn alış etdi. Gördüyünüz kimi burada da alış nöqtəsi burdadır. Amma görürük nə oldu? Qırıldı. Qırıldı düşdü və buradakı alış nöqtəsinə gəldi. Buradan da bir alış eləmək olar. Məsəl üçün uzun müddətli və ya qısa müddətli alış eləyirsinizsə. Yəni belə dostlar. Lakin siz burada alasınız, gözləyəsiniz, nə vaxtsa yüksələcək 20%. Bu nisyə söhbətdir dostlar. Əsas Adders dominansı diqqət etmək lazımdır kriptovalyuta bazarında pul qazanmaq üçün. Bu gün bu qədər dostlar, videonu bəyəndinizsə like edə bilərsiniz, kanala abunə ola bilərsiniz. Sağ olun, salamat qalın.